Bugün sizinle uşaqlığımızın dadı olan o məşhur bazar ponçikini hazırlayacağıq. Baxın. Qəşəng, yumuşaq. Keçin hazırlamağına. Bizə lazım olan ərzaqlar: un, kərə yağı, yumurta, ağlı, sarılı, şəkər, şəkərə duz da əlavə etmişəm, biraz duz və maya. Və biraz da vanil əlavə edəcəyik dadı üçün. Hamısının qramlarını həmişə olduğu kimi videonun aşağısında paylaşacağım sizlərdən. Birinci ilk quru ərzaqları əlavə edirəm. Una, mayanı. Burada şəkər və duzu da bura əlavə etmişdim. Şəkər çox əlavə etməyin. 3 xörək qaşığıdır məndə. Xəmir onda, yəni şəkəri çox alanda xəmir ağır olur. Pişəndə də içi bişmir yaxşı. Ona görə şəkər pudrası üstünə əlavə edəndə onsuz da şirin olur, qəşəng olur. Bunları qatışdırıram. Yağı da ən sonda əlavə edəcəm. Ay südüm. Südü unutmuşdum. Qoydum isti olsun. İlıq olmalıdır süd, soyuq olmaz. Süd 220 millidir burada. Yumurta, ağlı, sarılı. Yağı isə sonda əlavə edəcəm. Xəmir şəklini alanda onda yağla qəşəng yoğuracam. Baxın, uca qatışdırmaq olmur qaşıqla. Başlayıram əlimlə yoğurmağa. Vanil də əlavə edirəm. Qəşəng dadlı olsun. Yəni ətri qəşəng olsun. İlk qaşıqla qatışdırıram, sonra əlimlə yoğuracam. Və kərə yağını əlavə edirəm. Kərə yağını bunu hazırlamamışdan qabaq kərə yağını çıxardım ki, ev temperaturunda, yəni belə ərisin, yumuşaq olmalıdır bu şəkildə. Belə olmalıdır. Bunu da əlavə edirəm xəmirə. Qəşəngcə yoğururuq. Un heç nə əlavə etməyin. Bütün reseptlərdə, yəni videolarımda paylaşdığım kimi qrama-qram dəqiqliklə eləsəz, hamısı super qəşəng alınacaq. Yəni bunu da, yəni un əlavə etməyin sonradan. Burada məndə 500 qram un idi. Xəmirə baxın, bu şəkildə olmalıdır. Görün nə qəşəngdir, yumuşaqdır, yapışmır. Belə. Bunu qoyuram bir saat. İnşallah özünə gəlsin. Üzərini bağlayıram və qoyuram isti yerdə bir saata belə qəşəng özünə gəlsin. Nə olmuşdu bu olama? Hə? Nə olmuşdu? Qalx ye. Xəmirim özünə gəldi. 1 saat dinləndirdim. Belə qəşəng, baxın, şişib, yapışmır. Belə yapışqandır, amma yapışmayan belə xəmirdir. Çox gözəl xəmirdir. Çox. Oy maşallah. Çox qəşəng xəmirdir. Belə qəşəng. İndi bunu açaq. Başlayıram xəmirimi indi açmağa. Yeri hazırladım. Əsas da sirlərdən biri odur ki, un eləməyin. Yəni unla açmayın. Unla açanda xəmir ağırlaşır. Həmin o istədiyimiz yumuşaq ponçiklər alınmayacaq. Xəmir onsuz da qəşəngdir. Bizə un lazım deyil. Yenə də ola bilsin də kimsə istəyər əlavə etməyə, etməyin. Belə. Balaca yoğururam. Balaca. Ki açanda rahat olsun bizə. Xəmiri 2 hissəyə bölürəm. Baxın necə qəşəng xəmir ayrıldı. Adi xəmir kimi açıram, amma çox nazik açmayın da. Ponçika xəmirini açanda çox nazik açmırıq. Çünki çox nazik açanda pişəndə yağda xırt-xırtlı bir şey alınacaq. Yəni istədiyimiz ponçik olmayacaq. Ona görə bu qalınlıqda saxlayın. Belə. Bir də kim razmeri nə boyda istəyirsə, deyər ki, kimsə, məndə yoxdur o figuralardan ponçik kəsməyə. Qapaq var, qapaqla da edə bilərsiniz. Bankadan yekə qapaqda istifadə edə bilərsiniz. Əgər obyomu yekə götürürsünüzsə, onun da içini deşik açmaq üçün, yəni stakandan, armudu stakandan istifadə edə bilərsiniz. O da life hack. Mən balaca eləyirəm. Şirə sok alandan qapaq yoxdur, adi qapaq. Yəni onunla açacağam. Yəni bu razmerdə edirəm, hazırlayıram. Yəni içindəki bununla. Heç kim deyə bilməz ki, məndə evdə yoxdur. Yəni hamıda olandır. Belə. Bu boyda superdir, qəşəngdir. Baxın, bu şəkildə. Kənarlarına da baxın. Bir də bir life hackla da paylaşmaq istəyirəm sizə. Rahat olsun hazırlamaq.
Yəni yağlı kağızları bu şəkildə 4 bucaq şəklində kəsmişəm. Hazırladığımız ponçikları qoyuram bunun üzərinə. Yəni kənarda bu şəkildə dinləndirəcəm. Yəni kənarda bunu biz ponçikları belə qoysaq hardasa dinlənsin. O ki özünə gəlir. O gələndən sonra onu götürəndə forması itəcək. Ona görə məsləhət görərdim ki, sizə idealni qəşəng olsun. Əsl bazarda satılan ponçiklar kimi. Yəni bu yağlı kağızdan istifadə edin. Belə dörtkənclər kəsin, qoyun bu şəkildə. Kənarda dursun. Yağın içinə də atanda göstərəcəm sizə. Videonu sona qədər izləyin ki, hələ bir neçə sirlərini açıqlayacağım. Hələ ortalarını kəsməmişəm, yəni götürməmişəm. Üstünü belə bu şəkildə qapaqla sıxırıq. Akkuratını çıxardırıq. Bu şəkildə sonra qoyuruq. Baxın, belə qəşəng. Rahat şəklini göstərirəm də sizə. Yəni hamının evində var da. Bunları da balaca belə qalır. Qızım deyir ki, mama belə də yağa atıb bişirmək. Oy. Belə balacaları istəyirsiniz xəmir eləməyin. Elə bu şəkildə saxlayın. Bunları bişirəndə bunları da atın yanında qəşəng qızarsınlar. Baxın, bu şəkildə ponçikləri hazır elədim. Dediyim kimi, ponçikləri belə bu hala, yəni formaya salan kimi yağda, yəni qızartmayın. İstədiyiniz həmin o ağ zolağı almayacaqsınız. Həm də ki, içi bərk qalacaq, bişməyəcək. Bu şəkildə 15-20 dəqiqə dinləndirirəm. Üstünü bağlayıram. Millidən uzaq. Ponçiklarımı 20 dəqiqə dinləndirdim. Dadank. Baxın, nə qəşəng. Şişiblər. Belə göstərim sizə. Baxın. Qəşəng. Yəni, bu şəkildə olandan sonra siz onu götürsəydiniz, zədələyəcəkdir. Amma ki, yağlı kağızın üzərində heç nə olmur götürəndə də. Ponçika hazırlayanda yağın bol eləyin. Qəşəng isti olsun, sonra ponçiklarımızı bişirək. Yağı qoydum, isti olsun. Hazırlamağa aparıram. Bir şeydən də paylaşmaq istəyirəm sizlərlə. Çoxları şikayət edir ki, yəni ponçika hazırlayanda baxırsan pişib, amma açanda içi çiğ qalır. Çiğ qalmamağı üçün videonu sona qədər izləyin. Ponçikları qaynar yağda bişirməyin. Yəni qaynar yağda bişsə, ponçiklar yanacaq, içi də çiğ qalacaq. Ona görə isti olandan sonra orta xodda hazırlayın. Yağlı kağızdan ponçikları götürmürəm, zədələməyim deyə. Onunla bir yerdə yağa buraxıram. Bismillah. Sonra yağlı kağız ayrılır, onu götürəcəm. Belə də akkuratlı olur. Bu onun püf nöqtəsidir. Baxın, yağlı kağız da bu cürlə rahat çıxır. Bu şəkildə. Ponçiklar da akkuratlı qalır. Ponçikin yağını az eləməyin. Ponçikin yağı çox olmalıdır, bol olmalıdır. Belə, qəşəng bişsin 200-ü də. Baxın, nə qəşəngdir rəngi. Bu şəkildə olanda çevirin. Bu açığı fırlatdım. İndi yenə çevirəcəm onu. Və bu şəkildə olmalıdır hamısı. Deməli, bunların hamısı belə qəşəng. Baxın, belə. Baxın, nəticə göz qabağında. İçini də göstərim sizə ki, uşaqlar yeyiblər, yoldaşım da yeyib. Yumuşaq, pambıq kimindir. İçi də bişir. Baxın. Qəşəng, yumuşaq. Bu reseptlə, dəqiqliyi ilə, paylaşdığım kimi sirləri ilə, hər bir şeyi ilə düzgün etsəz, bu cürlə dadlı ponçik alınacaq sizdə də.
Hələ qarşıda çox qəşəng, dadlı reseptlərlə sizlərlə paylaşacağam. Abunə olub like qoyun. Nuş olsun.